Hər vaxtınız xeyir. Keçən dəfə biz doymuş bir atomlu spirtlərdən danışmışdıq. Bu dəfə doymuş 2 atomlu və 3 atomlu spirtlər, bir də fenollardan danışacağıq. Doymuş 2 atomlu spirtlərin formulu CN H2NOH2 dəfə. Doymuş bir atomlu spirtlərdə belə idi də. CnH2n plus 1 OH. Bu dəfə 1 hidrogen də yerinə OH daxil edirik. Bu dəfə 2 OH olduğu üçün hidrogen 1 vahid azalır. Ona görə formulları belə olur. Bunlarda en sayda karbon atomu olan doymuş 2 atomlu spirtlərdə sigma rabitələrin sayı yenə karbon-karbon arası 1 vahid əksik olur. Sonra bunlarda karbon-hidrogen arası 2N olur. Yəni bunlarda yenə ehtiyatlı oluruq. Karbon-hidrogen arası da olacaqdır. Onu dedik. Sonra oksigen-hidrogen arası olacaq. Bu dəfə oksigenlə hidrogen arası 2 dənə olacaq. Deməli, OH arası sigma rabitələrin sayı 2 dənədir. Sonra C oksigen arası da 2 dənə olacaq. Çünki məsələn, tutaq ki, quruluşunu açıram. Baxın belə. Baxın, görürsünüz C oksigen arası, C oksigen arası. Ona görə bu da 2 dənə olacaq. Amma doymuş bir atomlu spirtlərdə necə idi? Bunların ikisi də 1 dənə idi. Bunlarda artıq 2 dənə oldu, çünki 2 atomlu spirtdir. Sonra bunlarda karbon atomların sayı eynən doymuş bir atomlu spirtlərdə olduğu kimi yenə 4 idi. Çünki bunlarda da doymuş olduqları üçün pi rabitələri yoxdur. Ona görə bütün karbonlar sp3 hibridləşmə göstərdiyi üçün yenə hibrid orbitalların sayı 4n olacaq. sp3-də 1s, 3 dənə p olduğu üçün. Sonra gəldik doymuş bir atomlu spirtlərin adlandırılmasına. Bunlarda artıq 2 dənə OH olduğu üçün yenə OH qrupu yaxın olan tərəfdən nömrələyirik. Uzun zənciri seçirik. Daha sonra adi qaydada bir atomlu spirtlər kimi. Sadəcə sonda 2 dənə OH-ın ikisinin də yerini demək lazımdır. Məsələn, tutaq ki, yazıram. CH2OH, CH, CH3, CH2OH. Məsələn, bunu hardan istəyirik? Nömrələyə bilərik. Hər iki tərəfdən OH yaxındır. 1, 2, 3. Baxın, 2-dən metil çıxıb. Deyirik 2 metil. Birinci radikalı oxuyuruq. Sonda zəncir neçə ilə bitib? 3 ilə. 3-ün adı propan idi. Onda belə olacaq. Propan, diol. Diol. Niyə? Çünki biz normalda spirtlərdə olla bitirirdik. İndi oksigen OH 2-dən olduğu üçün bu səfər diol deyirik. Yəni 2 dənə OH qrupu. Diol 1, 3. Çünki 1 1-dən çıxıb OH, bir də 3-dən çıxıb. Yəni eynən bir atomlu, doymuş bir atomlu spirtlər oxşuyur. Sadəcə burada 2 dənə OH-ın ikisinin də yerini demək lazımdır və diol şəkilçisi əlavə eləməklə eləyirik. Bunlardan ilk nümayəndəsi bir də bunlarda bir atomlu spirtlərdən fərqli olaraq ilk nümayəndələri C2H4OH2 olur. Yəni ilk nümayəndələr ikinci karbondan başlayır. Niyə? Çünki ən azı 2 karbon lazımdır ki, 2 dənə OH birləşdirək. Bir karbona 2 OH birləşdirə bilmirik. Sonra bunlarda deməli ilk nümayəndələrinin adı olur etilen qlikol. Yəni bunun adında ehtiyatlı olun. Amma digər adı belədir. Etan, diol, 1, 2. Etilen glikolda belə testlərdə düşür. Ona görə ehtiyatlı olun. O adında öyrənin. Tarix adı da belə deyil. Sonra gəldik bunların alınmasına. Biz normalda doymuş bir atomlu spirtləri necə alırdıq? Alkenlərin üzərinə su ilə təsir etməklə Markovnikov qaydasından su birləşəndə alınırdı. Burada artıq ehtiyatlı oluruq. Etilenin oksigenlə gümüş iştirakında oksidləşməsi nəticəsində alınır etilen oksid, epoksid maddəsi də deyirlər buna. Epoksid adlanan maddə alınır. Bunun üzərinə su ilə təsir eləyəndə burada artıq etilen qlikol alınır. Yəni 2 atomlu spirt. Daha sonra bu alkenlərin oksidləşməsi idi gümüş iştirakında. Sonra gəlirik alkenlərin kalium permanganat məhlulunu rəngsləşdirməsindən. Yadınızdaydısa biz deyirdik ki, etilenin və yaxud digər nümayəndələrin üzərinə kalium permanganatın suda məhluluna təsir eləyəndə burada nə baş verirdi? Etilendən alınırdı etilen qlikol. Yəni 2 dənə OH qrupu olunan doymuş bir 2 atomlu spirtlər alınırdı. Kalium OH, mangan O2. Bir də burada ipucu nə deyirdik? Deyirdik həm alkenin, həm spirtin qabağına 3 yazırıq. Ondan sonra digərini əmsallaşdırırıq. Hətta burada əmsalı birbaşa deyirdik ki, 324, 322. Bunun əmsallarını demişdik, yadda saxlayırıq. Çünki testlərə düşəndə birbaşa belə rahat tapmaq olur. 324, 322 əmsallar.
Yəni alkenlərin digər nümayəndələrində də fərqi yoxdur. Kalium permanqanatla rəqsləşdirəndə 2 qat rabitələr hardadırsa dairəyə alırıq. Həmən karbonlara 2-dən OH birləşdirir. Yəni kalium permanqanatla 2 atomlu spirtlər alınır bunlarda. Sonra alkenlərin üzərinə tək oksigenlə oksiləşəndə yox, həm də hidrogen peroksidlə də təsir eləyəndə temperatur katalizator iştirakında. Burada da eyni qaydada etilen qlikol alınır. CH2OH, CH2OH. Sonra yadınızdaydısa biz, məsələn, tutaq ki, monohalogenli, yəni bir dənə xlor olan birləşmələrin üzərinə qələvlərin suda məhluluna təsir eləyəndə deyirdik, yadınızdaysa spirt alınır. Yəni natrium xloru götürür, OH da bura birləşib spirt olur. İndi bunlarda 2 dənə OH olduğu üçün gərək onda biz dihalogenli birləşmə götürək. Çünki hər xlorun yerinə OH daxil olsun. 2 OH olduğu üçün. Onda bunu 2 mol götürürük, suda məhlulu götürürük, yenə suda götürürük ki, spirt alsın. Hər xlorun yerinə OH daxil edirik. CH2OH, CH2OH. Yəni qorxulu heç bir şey yoxdur, sadədir reaksiyalar. Sonra gəlirik bunlardan fiziki xassələrindən əsas etilen qlikolu yadda saxlayırıq. Etilen qlikol, yəni bu maddə şərbətə bənzər, şirin dadlı, rəngsiz, iysiz, zəhərli mayedir. Baxın, zəhərlidir, diqqətli olun. Məsələn, bundan əvvəl biz öyrəndiyimiz bir atomlu spirtlərdə təkcə metil spirti çox zəhərli idi. Hətta insan deyirdi, kor eləyə bilər. Amma digər nümayəndələri zəhərli deyildi. Amma bunlarda etilen qlikol zəhərlidir, şərbətə bənzərdir. Fiziki xassələrini yadda saxlayın, çünki testlərdə düşür. Suda və etil spirtində də həll olur. Sonra gəldik kimyəvi xassələrinə. OH qrupu olduğu üçün bu təbii ki, yenə bir atomlu spirtlər kimi natriumla reaksiya daxil olacaq. Yəni qələvi metallarla. Natriumla reaksiya daxil olanda nə baş verir? Əgər 1 mol natriumdan gedirsə, OH-dakı bir hidrogen əvəz olunur. Yox, əgər 2 natriumdan gedirsə, onda hər 2 hidrogen natriumdan əvəz olunur. Amma məsələn, soruşsa ki, doymuş 2 atomlu spirtlərdən neçə natriumla reaksiyasından tutaq ki, neçə mol hidrogen ayrılır. Biz nə deyirdik? Bir atomlu spirtlərdə deyirdik 1 OH olur, yəni valentin yarısı qədər, yəni 0,5 aşkarılır. Burada 2 OH olduğu üçün yəni valentin yarısı qədər, yəni bu səfər 1 mol aşkarılacaq. Baxın, ipucudur, bundan məsələləri rahat eləyə bilərsiniz. Sonra gəlirik, doymuş 2 atomlu spirtlər eynən 1 atomlu spirtlər kimi xlorid turşusundan məsələn reaksiya daxil olur. H-xlorla. Bu səfər 2 H-xlorla aparaq. Nə baş verir? OH-ların yerinə sadəcə xlor daxil olur. 2H buradan 2 OH-ı götürüb 2 suyu çıxardır. Həmən OH-ların yerinə də gəlib xlorlar birləşir. Sonra biz deyirdik ki, yadınızdaydısa, doymuş bir atomlu spirtlər kupromo ilə oksidləşirdi. Birli spirtlərdən aldehidlər, ikili spirtlərdən ketonlar alınırdı. Amma bunlar çox atomlu spirtlər. Həm 2 atomlu, yəni 2 dənə OH qrupu olan, həm 3 dənə OH qrupu olan spirtlər kupromo ilə yox. Bu səfər kupromo OH2 ilə təyin olunurlar. Baxın, ehtiyatlı olun. 1 atomlu spirtlər kupromo OH2 ilə yox, kupromo ilə. Amma 2 və 3 atomlular kupromo OH2 ilə təyin olunur. Bunları bəs kuprom OH2 ilə deməli təyinindən nə alınır? Etilen qlikolu yazıram. Bunlar kuprom OH2 ilə təyin olunanda buradan CH2 yazıram. CH2 gəlib oksigenlərə, belə deyək də, oksigenləri yazım, belə səliqəli olsun. Bunlara kuprum birləşir. Kuprumun valenti 2-dir deyə, ona görə oksigenləri birləşdirib kupruma yazırıq. Bir də su ayrılır. Baxın, ehtiyatlı oluruq. CH2C, buradan hidrogenləri çıxartdım, gətirdik bura, kuprumu birləşdirdik. Qorxulu bir şey burada da yoxdur. Və bunlar kuprum OH2 ilə təyin olunurlar. Sonra gəldik tətbiqlərinə. Etilen qlikol, yəni bu şərbətə bənzər zəhərli olan maye antifriz kimi istifadə olunur. Nədir antifriz? Qışda maşınların motoru donmasın deyə ona antifriz əlavə edirlər. Bu, məsələn, kişilər daha yaxşı bilir belə şey. Məsələn, deyirlər antifriz tökürəm, amma nə olduğunu antifrizin tam olaraq bəzən bilmirlər, soruşsaq. Bu etilen glikoldur. Etilen glikoldan lafsan istehsalında istifadə olunur, partlayıcı maddələrdə istifadə olunur. Etilen glikoldan niyə maşınlara antifriz kimi? Çünki donma temperaturunu çox aşağı olduğu üçün, yəni gec donur da, belə deyək. Donma temperaturu aşağı olduğu üçün ona görə onlarda, maşınlarda qışda motor donmasın deyə antifriz kimi ona görə ondan istifadə olunur. Bu oldu etilen glikol. İndi keçirik doymuş 3 atomlu spirtlər. Doymuş 3 atomlu spirtlərin ümumi formulu bu səfər
Hidrogenin birini çıxardırıq. Bayaq ikisini çıxartdıq, yerinə 2OH daxil elədik alkanlarda. İndi birini də çıxardırıq, onda bu səfər 3OH daxil olur. Bu olur doymuş 3 atomlu spirtlərin ümumi formulu. Bunlarda ilk nümayəndələri 3-cü karbondan başlayacaq. Çünki 3 dənə OH olmaq üçün gərək ən azı 3 dənə karbon olsun. Yəni ehtiyatlı olun. Bir atomlu spirtlərdə bir karbondan başladı. İlk nümayəndələri metil spirti. 2 atomlu spirtlərdə 2 karbondan başladı. Çünki 2 OH olur. Bunlarda da 3 karbondan başlayır. Bunları yazaq, hidrogenlər. Bunlarda da 3 karbon olmalıdır ki, 3 OH birləşsin. Bunlarda da hibrid orbitalların sayı 4-dür. Çünki bütün karbonlar yenə sp3-dür. Pi rabitələri yoxdur. Sigma rabitələr yenə karbon-karbon arası bir vahid əksikdir. M-1. Karbon-hidrogen arası. Deməli, bunlarda 2M-1'dir. İndi ehtiyatlı olur. OH arası yenə 3 dənə olacaq. Çünki 3 dənə OH-ları var. Bir də karbon, oksigen arası yenə 3 dənə olacaq. Sonra gəlirik bunlarda ilk nümayəndələri dedik 3 karbondan başlayır. Bəs bunun adı nədir? Gliserin. Məsələn, doymuş 2 atomlu spirtlərdə etilen qlikol idi. Bunlarda da gliserindir. Mütləq yadda saxlayın. Bu adı düşür çünki testlərə. Bəs bunların adlandırılması yenə OH qrupları yaxın olan tərəfdən nömrələyirik. Bu səfər sonluğu belə bitiririk. Tutaq ki, dənəsini yazaq. Məsələn, buradan tutaq ki, nömrələyirəm. Məsələn, axırı neçə ilə bitib? Məsələn, radikal çıxmayıb da. Birbaşa OH-ların nömrələrini deyəcəyik və zənciri. 4 ilə bitib. Olacaq butan. Bu səfər triol. Axı 3 dənə OH qrupu var. O idi, indi triol oldu. Butan triol neçənci nömrələrdən çıxıb? 1, 2, 4. Butan triol 1, 2, 4. Vəssalam. Bu da olur adlandırmaları. Yəni çətin bir şey yoxdur. Radikal da olsa yenə radikalı deyəcəyik. Məsələn, 3 metil butan triol 1, 2, 4. Sonra gəldik gliserinin alınmasına. Gliserin yağların hidrolizindən alınır. İndi yağları siz çətin gələ bilər, amma yağlar dərsini keçəndə bu hissəni təkrar eləmiş olacaqsınız. Yağlar, məsələn, tutaq ki, yağ götürürəm. O, CO, C17, H35, məsələn. CH, O, CO, C17, H31. Məsələn, bu bərk yağdır. Səhər-səhər yediyimiz, məsələn, bərk yağ tutaq ki. Bu yağdır. Biz bunun üzərinə su ilə təsir etsək, burada nə baş verir? Bu hissəsi, baxın, gliserindir. Həmən o gliserin çıxır. CH2OH, CHOH, CH2OH. Yerdə qalan hissəsi də turşu kimi çıxır. 3 dənə turşama. 3 dənə C17, H35, COH. Yəni, eyni qaydada bu reaksiya tərsinə də baş verir. Turşuların üzərinə spirt gələndə nə deyirdik? Spirtdən H, turşudan OH çıxır. Həmən gəlib bu turşu bu quyruq hissələrə birləşib yağ əmələ gətirir. Ona görə yağların hidrolizindən də üstünə su gəlməklə də gliserinə və turşuya parçalayırıq. Sonra gəlirik propilenin oksidləşməsindən. Biz bayaq demişdik ki, məsələn, bir atomlu spirtlərdə alkenlərin üzərinə su gələndə bir OH qrupu olan bir atomlu spirtlər alınırdı. Etilenin üzərinə dedik kalium permanganatla təsir eləyəndə və yaxud oksidləşdirəndə 2 atomlu spirtlər alınır. Bu səfər də propileni götürürük. Çünki gliserini almaq üçün ən azı 3 dənə karbon lazımdır. Bunu oksidləşdiririk. Bu oksidləşəndə gedib çevrilir aldehidə. Amma doymamış aldehidə də belə deyək. Sonra onu da hidrogenləşdirilir, çevrilir doymamış spirtə, CH2OH. Üzərinə bunu da gəlirik H2O2, buradan alınır CH2OH, CHOH, CH2OH, yəni gliserin. Yəni 3 dənə karbon olmalıdır ki, mütləq 3 karbonlu spirt alınsın. Propilenin oksidləşməsindən ona görə alınır. Fiziki xassələrinə gələndə gliserin eynən etilen glikol kimi rəngsizdir. Bu da şərbətə bənzər, yəni şirin dadlıdır, belə deyək. Bu, məsələn, higroskopikdir, suyu özünə birləşdirir. Bu, məsələn, etilen glikoldan fərqli olaraq zəhərsiz mayedir. Baxın, diqqətli oluruq, buranı yenədən təkrar edirik. Doymuş bir atomlu spirtlərdə metil spirti birinci nümayəndələr çox zəhərli idi. Sonra doymuş 2 atomlu spirtlərdə etilen glikol zəhərli idi, amma gliserin zəhərli deyil. Gliserindən harda istifadə olunur? Bu maşınların təkərlərini filan bu qaratmaq üçün filan deyirlər. Necə deyim, işıldamaq üçün filan. O marketlərdə filan da satılır.
Gliserindən onun üçün istifadə olunur. Daha sonra kosmetik vasitələr hazırlanmasında istifadə olunur. Belə qatı spirtdir də, belə deyək, sıxlığı çoxdur. Sonra su ilə istənilən nisbətdə də qarışır, suda yəni yaxşı həll olur. Sonra gəlirik kimyəvi xassələrinə. Bu da eyni qaydada digər spirtlərdə olduğu kimi natriumla reaksiya daxil olur. CH2OH, CHOH, CH2OH. Natriumla daxil olanda, əgər 3 mol natriumla daxil olursa 3 hidrogen əvəz olunur, ikisi daxil olursa ikisi əvəz olunur, biri daxil olursa biri. Əgər 3 mol natrium daxil olursa nə qədər hidrogen ayrılır? 1/5. Bir atomlu spirtdən elə bil valentin yarısı kimi də 0/5, 2 atomludan 1 mol, 3 atomlu spirtdən də yarısı qədər elə bil 1/5 ayrılır. Sonra biz yadınızdaydısa bir atomlu spirtlərdə demişdik ki, natrium OH-la dönən reaksiya olduğu üçün doymuş bir atomlu spirtlərin natrium OH-la, yəni qərəvlərlə reaksiyasını getməyən götürürdük. Amma 2 atomlu ilə 3 atomlu spirtlər gedir ha, yəni ehtiyatlı olun. Gedir və o hidrogen yerinə natrium daxil olur, su çıxır. Yəni belə bir şey alınır. CH2OH, CHOH, CH2OH. Daha ki 3 mol natrium OH ilə daxil olur. Alınır CH2O natrium, CHO natrium, bir də CH2O natrium. Və 3 molekulda su ayrılır. Çünki 3 OH 3 H-ı götürür buradan. Burada da H var, 3 H-ı götürür. Sonra gəldik. Bunlar da yenə spirt olduğu üçün təbii ki, bu doymuş 3 atomlu spirtlər turşularla reaksiya daxil olur. Tutaq ki, yazıram. Hansı turşu ilə istəyirsiniz yaza bilərik, problem deyil. Həm üzvü turşulardan, həm qeyri-üzvü turşulardan. Məsələn, üzvü turşu yazaq. Nə baş verir? Biz qayda belə demişdik. Spirtdən H, turşudan OH. Spirti yazırıq. Gətirib onun quyruğuna turşu hissəsini birləşdiririk. O, CO, CH3, CO, CH3, CO, CH3. Baxın, baxın, bu hissəni gətirdim, bura birləşdirdim. Sonra eynən 2 atomlu spirtlər kimi 3 atomlu spirtlərdə kuprum OH2 ilə təyin olunur. Bəs təyin olunanda nə baş verir? CH2OH, CHOH, CH2OH. Kuprum OH2 ilə təyin olunanda bu dəfə 2 dənə OH qrupuna görə mis gəlib ancaq ora birləşir. Yəni belə bir şey olur. Misin valenti 2-dir deyə ancaq bu ikisinə birləşir, buna heç nə olmur. Yəni bu olduğu kimi qalır. Bayaq 2 atomda 2 OH var idi deyə hamısını elə birləşdirdik, belə bir şey olmuşdu. Bu səfər 3 atomlu spirtdir. Artıq misin valenti 2 olduğu üçün bu ikisinə əlaqələnir, bu burada tək qalır CH2OH. Gliserin tətbiq sahəsində nə qaldı demədiyim, gön dəri istehsalında istifadə olunur. Yəni dəri almaq üçün belə deyək. Dərilərin qurumasının qarşısının alınmasında istifadə olunur. Yəni dəri istehsalında dəri qurumasının qarşısını alır. Sabun istehsalında və s. istifadə olunur. Sonra gəldik spirtlərin turşuluq xassəsində deyim. Məsələn, 3 atomlu, 2 atomlu, 1 atomlu spirtlərdən hansının turşuluğu daha çoxdur? OH qrupu nə qədər çoxdursa, onun turşuluğu o qədər çox olur. Onu da yadda saxlayın, bu da düşə bilər. Sonra gəldik sonuncu fenola. Fenolda da OH qrupu var, amma ehtiyatlı oluruq. Fenol spirtə aid deyil. Niyə spirtə aid deyil? Biz əvvəl qayda demişdik ki, spirtlərin şərti odur ki, radikalla əlaqələnsin. Burada OH qrupu birbaşa fenollarda benzol həlqəsinə birləşdiyi üçün ona görə bunlar spirtə aid deyil. Spirt olmaq üçün məsələn belə olsa spirt olur. Baxın, CH2OH. OH qrupu gələ radikala əlaqələnsin, onda spirt olur. Yoxsa birbaşa benzol həlqəsinə əlaqələnirsə, onda olur fenol sinifi. Yəni fenollara aid məxsus bir formuldur bu. Bu fenolların adlandırılmasında elə bunun adı dedik fenoldur. Sonra digər nümayəndələrin adlarını yadda saxlayın, çünki düşür. 2 dənə OH qrupu olanda pirokatexin də adı pirokatexin. Sonra 3 dənə OH olan qrupun adı isə pirohalloldur. Pirohallol. Bir dənə OH olanda fenol, 2 dənə OH olanda pirokatexin, 3 dənə OH olanda pirohallol. Sonra bunlarda krezollar var. Nədir krezol? Biri var idi, yadınızdaydısa biz aromatikdə öyrənmişdik kisilol. Kisilol nə idi? Məsələn, 2 dənə CH3 olan. Belə ikisi yan-yana olanda deyirdik okisilol, yəni ortokisilol.
Biri buradan çıxıb, biri buradan çıxanda metaksilol. Belə para vəziyyətdə olanda paraksilol deyirdik. Bir də var krezol. Krezolda OH ilə CH3 olur. Yəni OH burada olduğu kimi qalır. Əgər CH3 buradan çıxıbsa deyirik O krezol. Yox, əgər gəlib buradan çıxırsa deyirik M krezol. Yox, buradan çıxırsa deyirik parakrezol. Baxın, ortadan yarı bölünür. Bax, krezolla kisilolda ehtiyatlı olun. Kisilolda 2 dənə CH3 olur. Krezolda OH ilə CH3 olur. Sonra gəldik alınmasına. Fenollar necə alınır? Daş kömür qatıranının distilləsindən bu elə sadəcə söz olaraq düşür. 2-də benzolun monohalogenli törəməsinin qələvinə təsir etməklə. Bu nə deməkdir? Biz yadınızdaydısa aromatik karbohidrogenlər keçəndə deyirdik benzolun üzərinə xlor gələndə dəmir xlorid katalizator iştirakçı olanda 1 xlor əvəz olunur. C6H5 xlor. İndi bunun üzərinə qələvi ilə təsir eləyəndə buradan natrium xlor çıxır. Digəri də fenol kimi çıxır. C6H5OH. Bir də kumolun oksidləşməsindən alınır əsas fenol. Biz yadınızdaydısa deyirdik ki, izopropil benzol, yəni kumol oksidləşəndə yadınızda deyirdim ki, alınan 2 dənə üzüm maddəni də ələ keçirməmişik, keçəcək. Baxın, artıq zamanla keçirik. Bu kumoldur. Kumol oksidləşəndə bir alınır fenol, bir də alınır aseton. Yəni keton sinifinə aid olan birləşmə. İndi ketonlar keçəndə bu reaksiyanı bir də deyəcək. Yəni bu reaksiya elə bil 3 sinif arasında əlaqəli olan reaksiyalardandır. Həm aromatika aiddir, həm fenola aiddir. Üzr istəyirəm, uşaqlar burada. Dedik ki, kumol, bu kumoldur. Onun oksidləşməsindən alındı fenol, bir də aseton. Bu reaksiyanı mütləq yadda saxlayın. Çünki çox önəmli reaksiyadır və 3 sinif arasında elə bir körpü yaradan reaksiyadır. Həm aromatiklərə aiddir, həm fenol sinifinə aiddir, həm ketonların sinifinə əlaqələndirən bir reaksiyadır. Testlərə də düşür bununla bağlı suallar. Dedik, fenol necə alınır? Daş kömür qatıranın distilləsindən. Benzolun üzərinə xlor 2 ilə dəmir xlorid iştirakında gələrək xlor benzol alınır və onun üzərinə natrium OH gələndə fenol alınır. Bir də sonuncu bu kumolun oksidləşməsindən alınır fenol. Gəldi fiziki xassələrinə, uşaqların qarışdırdığı hissələrdən biri. Məsələn, bir benzolu qarışdırırlar. Benzolun aqreqat halı mayedir. Bir də bu fenolu qarışdırırlar. Fenolu uşaqlar elə bilir ki, OH var deyə mayedir, amma fenol bərk kristal maddədir, zəhərlidir. Soyuq suda az, isti suda yaxşı həll olur. Xarakterik kəskinliklidir, dəridə gec sağalan yaralar əmələ gətirir. Çox zəhərlidir, mütləq yadda saxlayın. Metil spirti zəhərli idi, etilen glikoz zəhərli idi. Bir də bu fenol zəhərlidir, gliserin zəhərli deyil. Sonra gəldik kimyəvi xassələrinə. Yadınızdaydısa biz tololdan danışanda burada CH3 olan aromatiklərdə deyirdik ki, bunlar bromla gedəndə, nitrat turşusuna gedəndə 2-4-6 vəziyyətdə əvəz etmə gedir. Eynən fenol da belədir. Bromla gedəndə 3 mol brom 2 ilə gətirib 2-4-6 vəziyyətdə əvəz etmə aparırıq. Brom burada 2-dən çıxardırıq, 4-dən çıxardırıq, bir də 6-dan. Adı belə olacaq. 2, 4, 6 tribrom fenol. Eynən nitrat turşusundan da belə olur. Gətirib 2, 4, 6 vəziyyətdə NO2 qrupu birləşdiririk. Bunun da adı olur 2, 4, 6 trinitrofenol. Bunun digər adı da pikrin turşusudur. Məsələn, salır. Pikrin turşusunun alınmasında hansı maddələrdən istifadə olunur? Fenolla nitrat turşusundan, yəni digər adını mütləq yadda saxlayın. Sonra gəldik OH qrupu olduğu üçün fenol natriumla, natrium OH-la reaksiya daxil olur. Yəni asandır bu reaksiyada. OH qrupuna görə natriumla gedəndə buradan H-ın yerinə natrium daxil olub əvəz olunma gedir və 0.5 H çıxır bir OH qrupu olduğu üçün. Natrium OH-dan da eyni qaydada əvəz etmə gedir. Onu yazmıram da. Bir də fenolu nəyə yadda saxlayırsınız? Önəmli reaksiyalarından biri. C6H5O natriumun üzərinə, o natriumdan əvəz olunmadan gedib alınan C6H5OH o natriumun üzərinə karbonat turşusundan təsir eləyəndə buradan nə alınır? Buradan alınır fenol, bir də natrium H karbon O3. Bu reaksiyanı çaşdırmaq üçün bəzən yazır. Deyir, oradan alınan duzu müəyyən edin. Məsələn, buradan turş duzu alınır, ehtiyatlı olun. Uşaqlar götürüb natrium 2 karbon O3 yazır. Belə yadda saxlayın ki, bir natrium var deyə burada da bir natrium olan turş duzu alınır. Yəni mütləq bunu yadda saxlayın, bu da testlərə düşür. Sonra gəldi fenol
formaldehidlə, yəni qarışıq aldehidinlə polikondensləşmə reaksiyasına daxil olur. Bəs buradan nə alınır? Fenolu yazıram. M molekul fenol götürülür. M molekul qarışıq aldehidindən. İndi bunu aldehidlərdə yenə deyəcəyik. Burada nə baş verir? Fenol hissənin kənarından deməli çıxır xətt. Gəlib bu CH2 bura birləşir. Baxın, buna deyirlər fenol formaldehid qatıranı, bir də su ayrılır buradan. Bu fenol formaldehid qatıranı da polikondensləşmə nəticəsində alınır. Fenolla formaldehid, yəni qarışıq aldehidin reaksiyasına. Bir də fenolun belə bir reaksiyası da var. Sinklə gedir. Bunu yadınızdaydısa benzolun alınması idi həm də. Sink gəlib buradan oksigeni götürür, sinko alınır. Bir də benzol çıxır, yəni C6H6. Sonuncu, bəs fenol nə ilə təyin olunur? Ferrum xlor 3-lə. Bunu da uşaqlar həmişə qarışdırır. Salır ki, fenol aşağıdakı maddələrdən hansından təyin olunur? Uşaqların ağlına ferrum xlor 3 gəlmir, yadlarından çıxardırlar. Fenol ferrum xlor 3-lə təyin olunanda bənövşəyi rəng verir. Buradan alınır C6H5, O ferrum, elə bil hidrogenin yerinə ferrum daxil olur. Və xlor 2, bir də su. Sonra su nədir? Üzr istəyirəm, H xlor. Çünki buradan H gəlib buradan xloru götürür. Ferrum da bunun yerinə daxil olur. Vəssalam. Bunlar da bir də sonuncu nə qaldı? Fenolla bağlı. Dedik ehtiyatlı oluruq. Fenol çox zəhərlidir. Bərk haldadır. Bunlarda ehtiyatlı olursunuz. Vəssalam uşaqlar. Bu da olur fenol. Gələn dəfə aldehid ketonların izahında görüşənədək. Sağ olun.